Quds günü hak ve batilin, adalet ve zulmün karşı-karşıya durmasının göstericisidir. Quds günü yalnız Fələstin günü değil, İslam ümmətinin günüdür. Bugün müsəlmanların Siyonizm kimi ölümcül bir xərçəng işinə qarşı ucalan fəryad günüdür. Bugün göstərir ki, İslam ümməti zülm qarşısında boyun əymir. Quds gününün bütün dünyaya çatdırdığı mesajlardan biri bundan ibarətdir ki, İslam ümməti zülmdən barışmır. Hətta bu zülm dünyanın ən güclü dövlətlərinin dəstəyinə malik olsa da belə. Uzun illərdir çalışırlar ki, Quds məsələsi unudulsun. Quds günü bu hilənin qəlbinə sancılan ox kimidir. Quds günü Fələstin məzlumlarının arxalarında xalqların, müminlərin, müsəlmanların dayandığını hiss etdikləri gündür. Düşmən həbsxanalarında olanlar deyirlər ki, sizin şüarlarınızdan və varlığınızdan güc alırlar. Həbsdə olan insan tənha olmadığını hiss eləməlidir, dayana bilsin. Quds və Qəzzə küçələrində hücuma məruz qalan o qadınlar, uşaqlar, kişilər arxalarında müsəlmanların dayandığını hiss eləməlidirlər ki, müqavimət göstərə bilsin.